Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Qırğızıstan Həmkarlar İttifaqları nümayəndələri üçün təlimlər təşkil edilib. Təlim proqramının açılışında çıxış edən AİQ sədrinin müavini Musa Mirzəyev Azərbaycan və Qırğızıstan arasında mövcud dostluq münasibətlərindən, Həmkarlar İttifaqları səviyyəsində inkişaf edən əməkdaşlıqdan danışıb. Təlimlərin iki ölkənin Həmkarlar İttifaqları arasında əməkdaşlığın sürətli inkişafının bariz göstəricisi olduğunu vurğulayıb. Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadil də çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib. İnformasiya təhlükəsizliyi, süni intellekt və əmək hüquqları üzrə Azərbaycanlı həmkarlarının təcrübələrinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Çıxışlardan sonra AESMA-nın ixtisas artırma və kadrların inkişafı mərkəzində təlimlərə başlanılıb. Qırğızıstan Həmkarlar İttifaqları nümayəndələrinə süni intellektin müxtəlif sahələrində tətbiqinin mövcud vəziyyətinin təhlili, əmək və sosial sahədə dəyişikliklərdə rolu, sosial dialoq vasitəsilə süni intellekt siyasətinin formalaşdırılması, gələcək perspektivlər, süni intellekt və əmək sferası, təhlükəsiz və sağlam iş mühiti, əmək hüququnun əsas prinsipi, mövcud problemlər və onların həlli yolları mövzularında 2 günlük təlimlər keçiriləcək. Я думаю, что это первая, но не последняя поездка. Bu səfər Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası nümayəndələrinin ilk rəsmi səfəridir. Mən düşünürəm ki, sonuncu olmayacaq. Bugün üçün atılan ilk addım məhz təhsil layihəsindən başlamağımızdır və bu bizim uğurumuzdur. Tarixən iki xalq arasında dostluq və qarşılıqlı hörmət əlaqələri mövcud olub. Dövlətlərimizin bu gün həyata keçirdiyi siyasət sayəsində biz bu münasibətlərin möhkəm təməlini qoyuruq. Bu səfər çərçivəsində biz bir sıra yeni təcrübə və məlumat əldə elədik. Xüsusilə də müasir texnologiyalar dövründə hər şey sürətlə dəyişir və bu gün rəqəmsallaşma sayəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təcrübəsi bizim üçün öyrənilməli nümunədir. Biz mütləq bu təcrübədən faydalanaraq müsbət nəticələr əldə etməyə çalışacağıq. Есть чему научиться, и мы обязательно этот положительный опыт будем перенимать для себя. Təlim çərçivəsində eyni zamanda iştirakçılarla interaktiv müzakirələr aparılacaq, suallar cavablandırılacaq.